Salam əziz və dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu günləri yeni bir konseptlə, daha doğrusu maraqlı bir konseptlə qarşınızdayım və çox uzatmadan qısa bir xatırlatma eləyək. Şortla bazara girərlər, şortla həyata düşərlər, şortla bazara... Əziz dostlar, videomuza keçməmişdən qabaq kanalımıza abunə olub, video bəyənib, rəy bildirməyi unutmuruq və keçirik videomuza. Əziz dostlar, keçirik birinci videomuza baxırıq. Şortla bazara girərlər, şortla həyata düşərlər, şortla bazara girərlər. Olan belə şey, Şort olmaz, marka olmaz, nə bilim olmaz. Amma nəyindən gəlir? şortla bazara girərlər, şortla həyata düşərlər, şortla bazara girərlər. Olan belə şey. Burada sən şortiklə bazara gedə bilərsən, heç bir problem yoxdur. Əziz dostlar, keçirik ikinci videomuza baxırıq. Şortla bazara girərlər, şortla həyata düşərlər, şortla bazara girərlər. Olan belə şey. Şort olmaz. Yəni qızın şortik geyinməsi, yəni ki, belə cəhətdən pis baxıram ki, oğlanları cəlb edir. Yəni ki, oğlanları cəlb edir, oğlanlar da baxır. Hansı bir yaxşı qız, yəni istəməz ki, oğlanlar ona baxsın, orasına, burasına. Keçirik üçüncü videomuza baxırıq. Deməli, yeni qanunlar çıxıb ki, şortiklə bazara getmək olmaz. İndi mənim də paltarlarım qurumayıb, şalvarlarım. Şortikdəyəm, olanım budur. Mən bazara getmək istəyirəm. Necə eləyəm? Mən bazarda eləyə bilmərəm. Mümkünsüzdür bu. Siz nə deyirsiniz bundan bağlı? Nətər eləyək? Necə eləyək? Ay şortiklə. Yəni get şortiklə get. Yəni şortiklə qadala. Yəni ki, bu yersiz bir qadaladır məncə. Əziz dostlar, şortik haqqında siz də öz fikirlərinizi desəz daha yaxşı olar. Rəy bölməsində qeyd edərsiniz. Keçirik dördüncü videomuza. Şortla bazara girərlər, şortla həyata düşərlər, şortla bazara girərlər. Olan belə şey. Şort olmaz. Yenə bayaq dediyim kimi, yəni ki, qızın şortik geyinməsi yaxşı deyil mənim fikrimcə. Bilmirəm siz necə fikirləşirsiniz, amma qızın şortik geyinməsi, yəni evdə geyinsin, yəni çölə çıxanda oğlanları cəlb eləməsin. Əziz dostlar, belə bir maraqlı video diqqətimi çəkdi. İstədim ki, sizlə də paylaşam. Videoya baxaq. Əgər əlimizdə bir süper güc olsaydı, hansı süper gücə sahib olmaq istəyərdiniz? Süper gücümüzü Şuşalı verdik geldik. Sen bu kurtlar sofrasından çıkamazsan ona yanarım. Yəni ki, qaziyə verilən bu sual deyil, o süper gücünü müharibədə, döyüşəndə istifadə edib. Yəni ki, bu yersiz bir sualdır. O da yaxşı cavab verir. Əziz dostlar, keçirik digər videomuza. Şortla bazara girərlər, şortla həyata düşərlər, şortla bazara girərlər. Olan belə şey. Əziz dostlar, keçək sonuncu videomuza baxaq. Trenddən əlavə bir video diqqətimi çəkdi. Ona baxaq, istəyirəm ki, o video haqqında da fikirlərinizi bildirəsiniz. Tullanayım deyir, amma özü tullanır. Yəni, belə bir video çəkməsi mənə yersizdir. Onu oxuyan düz deyil, amma ki, sənin bu viddə o video çəkməyin yersiz idi. Əziz dostlar, ümid edirəm ki, video xoşunuza gəldi. Kanalımıza abunə olub dəstək olmağı unutmuruq. Hələlik dostlar.